Xoş gördük əziz dinləyicilər. Dostlar, istəyirəm mən bir məsələyə münasibət bildirim. Nəhayət İran və İsrail barəsində. Bilirsiniz ki, Azərbaycanda da kifayət qədər siyasi fikirləri olan ekspertlər müxtəlif dərəcəli sözlər bildirirlər. Azərbaycanda olsun, istər Azərbaycandan xaricdə olsun, istər dünyanın açıqlamaları, Avropanın açıqlamaları, hər bir yerdən bir səs gəlir, hər bir yerdən bir səda gəlir. Əlbəttə, əvvəla bu müharibə bizim üçün heç də necə deyirlər, bizə başucalığı, üstünlük gətirən bir müharibə deyil. Heç bir normal insan öz qonşuluğunda bir dövlətin xaosa çevrilməsini, məhv olmasını istəyə bilməz. Ən azından ona görə ki, 85 milyon insan pənah gətirəcəyi ölkələrdən biri budur. Əgər qonşu yanırsa, sən heç vaxt bundan zövq ala bilməzsən. Əgər normal bir insansansa, başın işləyirsə, bilməlisən ki, yanan qonşunun necə deyirlər, yanan ocağından bir köz sənə də düşüb səni də evi yandıra bilər. Bu aydın məsələdir, bu bir mənalıdır. Amma bəzi insanlar ki var burada Tehrana üstünlük gələ bilməz, Tehranı bizi bu barədə CNN də bildirib, Amerikada da müəyyən jurnalistlər bildiriblər, Tehrana qalib gəlmək mümkün deyil filan. Bilirsiniz məsələ nədir? İran böyük dövlətdir. Bu günləri İsrail orada istədiyi adamı öldürə bilir. Baxın, bircə mən istəyirəm ki, biz beynimizi işlədək. Bunun üçün çox ciddi, düzdür, bəzi insanlar var ki, ciddi ekspertlərə, hörməti olan ekspertləri dinləyirlər və onların sözünü özləri üçün bir peyğəmbər sözü qəbul edirlər. Mən sizə bir söz demək istəyirəm. Mənim sözlərimi peyğəmbər kimi qəbul etməyə bilərsiniz. Mənim özümü də peyğəmbər kimi qəbul etməyə bilərsiniz. Mən heç də kənarda, televiziyalarda, kimlərinsə xoşuna gələn televiziyalarda dəvət olunub və siyasi şərhçilik eləyən bir insan deyiləm. Mən yalnız öz auditoriyam üçün danışan bir insanam. Amma bir şeyi bildirmək istəyirəm və sizdən çox rica edirəm ki, bunu diqqətinizdə saxlayın. Diqqətinizdə saxlayın və bununla da qiymət vermiş olacaqsınız ki, ümumiyyətlə çox adlı sanlı siyasi ekspertlərə qulaq asmaq lazımdır, yoxsa elə sadə insanlar da doğru sözü deyə bilərlər. Baxın, mən sizə bir söz deyim. Bu müharibə istər Xamneyinin ölümü ilə nəticələnsin, istər bir həftədən sonra bu bitsin ya bitməsin. Bu müharibə İranı tükəndirmək müharibəsidir. Bu müharibə İranı məhv etmək müharibəsidir. İran məhv olacaq, mümkünsüzdür İranın buradan qaçışı. Bunu illərlə planlaşdırmış İsrail hökuməti bütün texnikasıyla, Mossadıyla birlikdə bunu çox gözəl bilir, mənim əzlərim. Hər şeyi qoyun kənara və bir məsələyə diqqət yetirin. Bugün İran zatən ağır vəziyyətdədir. Bugün İranda istər sosial fəlakət, istər iqtisadi fəlakət, istər sosial bərabərsizlik, millətlər arası münaqişə özü İranı zatən məhv edir. İran zatən illərdir onlarla inqilab olan bir ölkədir. Təkcə keçən ildə 3 dəfə, 4 dəfə inqilab olmuş bir ölkədir. Bu günləri İranın əlində biz bilmirik nə qədər raket var. Bu günləri İran yalnız və yalnız İsrailə supersonik, hipersonik, hipersəs raketlərini ata bilir. Bu nə qədər var İsraildə? Üzr istəyirəm, İranda nə qədər var? Biz bunu bilmirik. Yüz minlərlə deyil də hər halda. Ballistik raketləri ümumilikdə keçirdə bilmir. Yalnız hipersət, çünki onlar 11, 10, 12 makdılar, onlar keçə bilir. Bunlar tükəndikdə nə olacaq? Və hər şeyi qoyun kənara. Deyək ki, İran da çox gözəl surətdə vurdu, İsraili vurdu, dağıtdı, söktü, Təl-Əvivi də yandırdı. Amma İran iqtisadiyyatı ölmüş, can verən bir vəziyyətdədir, mənim əzlərim. Müharibə olmamışdan əvvəl də İran iqtisadiyyatı can verirdi. Bunu anlamaq lazımdır. Bugün İranın əlində olan artıq bütün ballistik raketləri istehsal edən zavodlar vurulub. İranın enerji təminatları vurulub. İrandan 5-3 manat pul gələn, loru dildə edirəm, pul gələn yerlər məhv edilib. Baxın, bu müharibə, bu vuruşlar bir həftə çəkərsə İran iqtisadiyyatı çökər. Məsələ o deyil, İsrail istəyinə çata bilmədi. Bayram eləyək, o deyil, nə qədər bayram edirsiniz eləyin. İran iqtisadiyyatı çox zəifdir və o İran iqtisadiyyatının sütunlarını məhv eləyir İsrail hər gün. Bunu niyə anlamaq istəmirsiniz? O sütunlar məhv olduqdan sonra istər müharibə bitsin, istər bitməsin. İranın onsuz da sosial fəlakət astanasında olan İran xalqı zaten acılıqla mücadiləyə qalxacaq və hökuməti yıxacaq.
Bunu anlayın və yaxud da hökumət darmadağın olacaq, Suriyanın vəziyyətinə dönəcək, 5 dənə, 6 dənə bölgə olacaq, bir-birini idarə edəcək, bir-birinə qarşı vuruşacaqlar. Biz bunu arzulamırıq, amma məqsəd İranı zəiflətməkdir və inanın mənə, kim nə deyir desin, istər daxildə, istər xaricdə, istər ünlü siyasi şərhçilər desin. Bax, bunu da mən deyirəm, sizdən çox rica edirəm ki, bunu dəftərinizin bir qırağına yazın və saxlayın. Bir həftə ərzində ki, inşallah olmasın, çünki Əraqçı ağıllı adamdır, istəyir bu vəziyyətdən çıxsın. Bir həftə ərzində, əgər davam eləyərsə bu vuruşlar, bilin ki, İran iqtisadiyyatı artıq yoxdur, İran hərbi sənayesi yoxdur. Əgər o sənaye neft, qaz hasilatı zavodlarına da keçdikdən sonra, inanın mənə, İranı artıq dağıtmaq üçün İsrailin zərbələrinə ehtiyac qalmayacaq. Təşəkkür edirəm.